Anuşka, salam. Salam. Ema, vaxtım yoxdur. Başıma alan kimi sənə 2 kəlmə söz deyəcəm. Yavaş hadi. Yavaş. Həsən ağa. Mənə nə deyəcəksən axı? De də. Əşi, mən bilmirəm, klubun müdürüyəm. Mən zavxozam, yoxsa süpürgəçiyəm. Hələ mən gül də almalıyam. Həsən ağa, mənə? Yox, yubileyə. Məsməxam atamı yandırar. Həsən ağa, bəs nə vaxt deyəcəksən? De də. Hələ qəti qərara gəlməmişəm. Bu taley məsələsidir. Tələsmək olmaz. Доброе утро, Шурик. Доброе утro. Sabahın xeyir. Yenə gəldi. Ha, bu qoymaz kasıblığımız ilə 3-4 günə istirahət tutarım. Mən hələ bunun padruqasını pişirə bilməmişim. Шурик, вот мед алтайский. Попробуй. Lənət sən şeytan. Много уважаемая Василиса, у меня зовут Шакир. Пойду тебе яйцо принесу и чай. А? Анфиса, может, ты скажешь, да ей? Я-то свою подругу знаю. Если она приняла тебя за Шурика, то ее не переубедишь. И я в ваши дела не вмешиваюсь. А какие дела? Азабина дела сулана тасла лэнет. А кыз, я хочу, чтобы дела были у нас. Шакуля, я же тебе объясняла, у меня жених. Az жених пусть там, az он там, а я здесь. А кыз, я тебе в шекель не везу. Az кончуся отдых, az уезжай, да? Вы, мужики, все на одно лицо. Вам только покажи. Вам только... Шурик, дорогой. Ha bu məndən nə istəyir? Клянусь, у меня зовут Шакир. Шурик, ты такой мудрый, современный, музыкальный. Я бы тебя с удовольствием забрала с собой. У меня есть машина, дача, квартира. Мы бы с тобой жили. Да здравствовали. Bu nə danışır? Az strast nə qaz? Az istəyirsən bir dəfə zdrast eləyə, sonra ömür boyu gəlmiş olasan, ama. İndi kimdir polu sevincə yağıyla sildirən? O bizim vaxtımızdaydı. Vax, iyi o vaxt idi. Elə gözəl iyi gələrdi ki, o ilər üçün indi də burnumun ucu göynəyir. Bəsdir sən Allah. Bu nə iyi həsrətidir. İndiki iyilərə nə olub? İndi Mehmet Əli müəllim gələr, göstərər sənə iyin həsrətini. Mənim 50'ye yaxın yaşım var. Dedem katmanını göre bir adım da çattan o tarafa adım atmamışım. Niye? Bizim kendimiz çok sefalıdır. İndi de fikirləşdim ki, bədi oğlu bədi bax. Ne vaxtmış bir çatda kalacağım. Bir çıx da sattım 20 tane koyunu oturdum maşına. Geldim bura. Aslında kalsa bizim Azerbaycan'ın her yeri belə gözəldir. Dürüst söylüyorsan. Ben Azerbaycan'da kup yürüdüm. Bak bu sanatoriyada Vitali Matveevich bilen 3 önce katyal itebeyiz. Dürüst söylüyorum Vitali Matveevich. За все время, что я тебя знаю, дорогой, ты всегда говорил только правду и всегда говорил правильно. Tatar kardeş, bu bizim bilinmiş şey. Bunlar bilmeyen şey yoktu kardeş. Это о чем вы шушукаетесь? Her şey Vital Matiyes. Dedem katmanlı coraktı. Seni tarifliydik. Necə olsa uzun iller büyük kardeşimiz olursunuz. Yemeğini ye, mayanı çıkardı. Çok sağ olun, hamdolsun, hörmətinizə görə xeyli xoşbəxt elədiniz məni xoş xəbərinizə. Mən bunu ömrüm boyu yaddan çıxarmaram. Aşıq dayı uzatma da, əl qərəz. Vaxtım gedir mənim. Ay qız Güldəstə. Bəli.
Eşidirəm sizi, Mehmet Əli müəllim. Tez elə, Məsmə xanımı çağır bura, vaxtımız gedir. Baş üstə, Mehmet Əli müəllim. Ay qız, sən bu yerişlə Məsmə xanımı havaqda çağırarsan, başa düşürsən ki, vaxtımız gedir. Mənim üstümə niyə qışqırırsınız, Mehmet Əli müəllim? Neyniyim? Mənim yerişimin sürəti belədir. Ay qız, sənin yerişvə, sən bu yerişvi başa sala bilərsənmi ki, biraz sürətin artırsın, axı bizim vaxtımız gedir, başa düşürsən? Axı mənə deyən gərək, bu tormuzu 15 ildir niyə burada saxlayırsan? Həsən ağa, işin bu gərgin çağında uzanan vaxtı, özü də burada. Özüm öz xoşumla uzanmamışam. Uzadan uzadı. Başa düşmədim. Səhnəyə ayağımı bastığımı gördüm. Uf, indi ombamı da arta bilmirəm. Nə sürtüblər bu səhnənin döşəməsinə? Sevinç qayağı. Niyə? Müdürümüz SNG-dən gələn qonaqlarla xokkey oynayacaq. Doğrudan? Mən nə bilim adə, get müdüründən soruş. Шурик, дорогой, простудишься! Да пусть! Он крепкий mujik. İtin qızında rəhm deyilən şey yoxdur. Az sən yanğındır da məni həblə qardaşımla məcbur eləyən. Az yoxsa mən dəri döyürəm ha. Вот этим-то он мне и нравится. Так точно. Все равно он будет мой. Sənin əlinə düşmək özü ölümə bərabərdir. Ну, блин, простудится. Ne der ha bu büyük kardeşimiz? Deyir, suyuq bula. Onu soyuq bulmaz. Bulmaz. İtin balasıyam yalan deyirəmsə. Dədəm qədmalı 112 yaşında rəhmətə gedib. Rəhmətli son günlərinə kimi qışda qarla çimərdim. Allah rəhmət bulsun. Bulsun, bulsun. Ay, bu şəkili qızlara nə göstərir ki? Onlar əl çəkmirlər. Dondum Allah, dondum. Məsmə! Məsmə xanım. Məsmə xanım, bizim vaxtımız gedir. Bilirsən ki, axşam saat 8-də konsert başlamalıdır. Koridora semiçkə yağı sürtdürmüşük. Səhnəni sildirib süpürtdürmüşəm. Zalı hazırlatmışam. Gül çiçək aldırmışam. Moskvadan, Ufadan, Gürcüstandan dediyiniz bütün qonaqları çağırtdırmışam. Artıq gəlib çıxıblar. İndicə Zeynal müəllimə də dəvət etdim. Baxma, necə olsa pullu kişidir də. Dubaydan hər həftə bir samalyot malı gəlir. Görürsüz, hər şeyi həll eləmişəm. Sanatoriyamızın tarixində bir dənə konsert olacaq. Olmayacaq. Əvvəla sanatoriyamızın yox, istirahət mərkəzinin, ikincisi də konsert olmayacaq. Necə olmayacaq? Konsertə 2-3 saat qalıb. Nazirlikdən qonaqlar dəvət eləmişik, artıq gecdir. Bəxtimizdən bugün hər şey yan gedir Məsmə xanım. Dəvət elədiyim qrupun rəhbəri ilə bu dəqiqə danışdım. Sroçni toyları çıxdı. Nə toy? Sünnət toyu. Oğlan toydu. Sən müsəlmansan, cəmaat səbirsizliklə axşamki konserti gözləyir, başa düşdün? Sanatoriyada dincələn bütün ziyalıları dəvət eləmişdim. Nahaq, çox nahaq. Axı özünüz tapşırmışdınız. Qələt eləmişdim. İndi biz neyniyək Məsmə xanım? Məhəmməd Əli müəllim, bəlkə gedək ayrı dəstə çağıraq. Bütün Bakını, Sumqayıtı telefonla əley-vəley eləmişəm, hamısı zanetdi. Mənə söz verən köpək uşağı beh də alıb məndən. Gedək, toydan yığışdırıb gətirək. Öz başınadır. Dünya əhəmiyyətli tədbir keçirilir. Ay, heç bilirsən kimin nəvəsinin sünnət toyudur? Kimi? Nə danışırsan? Bəli, bəli. Ay, lazım deyil, sən Allah, qoy atası bizdən uzaq olsun. Yaxşı, bəs indi biz neyniyək? Bir çıxış yolu tapmaq lazımdır Məsmə xanım. Həsən ağa, Can. yavaş ədə, yavaş. Belə Həsən ağa sənə qurban.
Bu Məsmə xanım axırda məni invalid eləyəcək. Məsmə xanımın buna nə dəxli var? Səhv elədim. Müdür demək istəyirdim. Əşi, bir də hamı bilir ki, buraları Məsmə xanım idarə eləyir də. Yavaş hadi, yavaş. Məsmə xanım eşitsə, heç bilirsən sənə neyniyə? Heç nə. Dədəmi yandırar. Müdür tapşırdı ki, 5-6 dənə dezodorant alıb fıskırtsın klubun koridoruna. Fıskırdaram. Bir də ki, vaxt tapa bilmirəm. Sənə bir-iki kəlmə sözüm var, onu deyil. Həsən ağa, bir 5 il olar o sözü mənə demək istəyirsən, yoxsa... Deyəcəm, vallah deyəcəm. Qoy dezodorantları alım, fıskırdayım koridora. O bəxt ki məndə var. Çətin deyəsən, bir də ki sən... Məhəmməd Əli müəllim, tapdım. Vallahi tapdım. Siz o kız değilsiniz. Yine o kız. Ben o kız. Məsmə. Məsmə xanım. Məsmə xanım, mənə qız yox. Konsert proqramı lazımdır. Başa düşürsən ki, bizim vaxtımız gedir. Məhəmməd Əli müəllim, darıxdırın. Heç darıxdırmayın. Deməli, oxuyan qız bir yaxşı şəkil var. Yaxşı akordeon çalır. 2, Yaxşı şiirlik. 5, Bir də 6. yaxşı aktorlar danışır. Bir də bir saz çalan var. Sonra. Bir də 2 dənə yaxşı rus qızı var. Yaxşı rəqs eləyirlər. Həm də ki, o nədir, o bizim meyxanaya oxşayır. Çastuşka. Hə, bir də Kazandan gələn bir tatar var. O da yaxşı şeirlər deyir. Kifayətdir Məsmə xanım. İşlər yavaş-yavaş qaydasına düşür. Ay qız Güldəstə. Bəli, Məhəmməd Əli müəllim, eşidirəm sizi. Sroçlu bir əmr yaz. İstirahət mərkəzində dincələn hər bir şəxs milliyyətindən, cinsiyyətindən asılı olmayaraq bu möhtəşəm yubiley konsertində canı dildən iştirak etməlidir. Əks təqdirdə hamı cəzalanacaq. Cəza tərəfini özünüz fikirləşərsiniz. Bir də o şəkili ilə saz çalanı keçirin lüksa. Qoy yaxşı-yaxşı məşq eləsinlər, hazırlaşsınlar. Nə qədər olmasa öz millətimizin nümayəndələridir. Qoy qonaqların qabağında biabır olmayaq. Gedə bilərsiniz. Siz də məni padvadit eləyən köpək uşağı, qurban olasınız o boyda kişinin, bu boyda nəvəsinin, balaca. Aya mən də soyunub lüt vəziyyətdə hovuza girsəm, cəmaat mənə deyər aya. Cəmaat hardan biləcək mənim burada çimdiyimi. Ora bax, ağ yumurta kimi qızdardı. Sənin bir şəkili qədər fərasətindən mi yoxdur? Yavaş, kəndimizdə xəbər tutsalar, el arasına çıxa bilməyəcəm. Ki yox, mən belə vəziyyətdə çimə bilmərəm. Siz də evdə uşaqların əlindən sağ çınmağa növbə çatmır. Allah nağarım. Yox, ki saymalıyam özcəm. Qalan da utanmırsan, bu nə bir yaxşılıqdır. Bir tumanda çimməyin qalmışdır. Kişi hamamda çimər. Sağ qurban olmay dədə. Dədə, indi artıq savremenli vaxtı. Bir də bura istirahət mərkəzidir. Artıq hamı bir baseyndə çimə bilər. Bir də
Bir də mənim nə bu şəkildə nə istəyir? Kes sesini küçük. Hiç olmasa bizim vaxtımızda birlik var idi. Böyüyə, kiçiyə hörmət var idi. Sizsə... Ay dədə, itin balasıyam yalan deyirəmsə. Mənim bu hovuzda yumurta kimi qızlarla çimnəyimlə nə o birliyi, nə də böyüyə kiçiyə olan hörməti qaytaran deyilik. Artıq məndə dözüm qalmır. Dədən də olsam bağışda çiməcəm. Get bala, get. Haram olsun sağ verdiğin çörək. Çim. Məsmə xan, sən ömründə telefon trubkasından başqa yük götürməmsən. İndi belə yüklənmisən. Naqruskaya düşərsən, ha? Dediklərimi aldın? Get klubda ol, tərpənmə. Şakir qardaş, gəlirsiniz? Aha, gələm. Özü də tək doyuram. Mən bir də akordion. Meyxananı hazırlamısan? Nə meyxana? Məsmə xan, mən ömrümdə meyxana deməmişəm. Hələ institutda oxuyanda göz bağlayıcı dərnəyinə getmişəm. İcazə ver, bir-iki fokus göstərir. Bacararsan? Bəs necə? Adamın pencəyi duran yerdə altından saroşkasını elə çıxardıram, heç xəbəri olmur. İstəyirsən, stəkan yeyim. Başımla stola mıx çaxım. Ədə, yaxşı görək. Mıxsat lazım deyil, qorxuzarsan qonaqları. Qonaq qabağına çıxası bir fokus göstərərsən. Baş üstə. Sən deməklə bu dünyada yatmışam. Ema kimi bir gözəli tapmışam. Tapmağıma peşman deyiləm ha dostlar. Nə oldu? Hər şeyi raxladım. Get işində ol. Baş üstə. Bay, xoş gəlmisiniz. Buyurun, buyurun içəri. Həmişə siz gələsiniz. Bu otaq hörmətli qonaqlar üçündür. Dincəlin, özünüzü evinizdəki kimi hiss eləyin. Ha gözəl. Evdən qaçıb ha bura kurorta gəlirik. Ha burada da deyirsiniz, öz ev ozdasınız. İndi ha buradan qaçıb hara gedək ki biz istirahət eləyə bilək? Mən gedirəm. Mane olmayacam. Hə, yaxşı yadıma düşdü. Sənlə bu otaqda bir hörmətli aşıq da qalacaq. Şeyləri buradadır. Özün də gələndə gətirəcəyik. Aşıqla yatasıyan? Bəli. Ha bu divanda gözəl. Divanda niyə? Hərə öz çarpayısında. Ha, yəqin çarpaylarda biz yatandan sonra gətirəsiniz, ha? Çarpaylar bu deyil, burada ikinci mərtəbədədir. Ha? Ha gözəl. Deməli biz aşıqla ha burada dərdləşəsi yox. Ha burada da yatası yox. Darıxanda da sənə çağırası yox. Mən nə üçün? Ha gözəl, çay gətirməyə da. Hə, müdürümüz deyib ki, sizə nə hörmət lazımdır eləyək. Çaydır, qəzet jurnaldır, nə bilim, nə olsa da. Müdür o kişidir. Hə, kişidir. Bəs nə səbəblə mənmaya qoyur? Təmənnası nədir? Ha qız bitdən mən səhv-sat salaram. Səhv-sat salıb eləməyib. Bilir ki, şərkilisiniz. Özünüz də akordiyonda çalıb oxuyursunuz. Bugün bizim sanatoriyamızın, istirahət mərkəzimizin klubunda yubiley gecəsi olacaq. Müdürümüz istəyir ki, orada 2 dənə mahnı oxuyasınız. Обязательно 2 dənə də anekdot danışasınız. Gözəl hə. Mehmet Ali müəllim, jurnalistlər gözləyir. Çağırın gəlsinlər. Çağırın gəlsinlər. Bir də öyrən gör restoranda vəziyyət necədir? Baş üstə Mehmet Ali müəllim. Tez gələ, vaxtımız gedir. Ana, mən bu telaşını eləmsaq da bu. Anam, draqa. Hani mənim otelli sazım?
Sen ne Buradadır lan? qardaş, vallahi buradayım. Buradansa bəs hardadır? Hardadır? Vallahi buradadır. Hani? Bilirsiniz? Değil bana. Müdürümüz de 2 saatdə başlamaq istəyirdi. Bəs başa düşdünüz? Yox. Dedim mənim sazımı verməsəniz, mən heç nə başa düşmərəm. Hani mənim o telli sazım? Hani mənim o dədəm? O anam, o Kərəm yan salım. Bu nə otaqda tutubsunuz? 2 qapısı var, biri bağlıdır. Bu nədir? Aş qardaş, sən Allah istəmə, bu deyil saz. Can qardaş, can. Hələ bu saza mənim arvadımın əli dəyməyib. Bəs sənə dəydi? Nə deyvə? Arvadın əli də. Nə danışırağız bu? Kim sanarsan? Tüm balastı qoyarım dağılacaq ha. Aşıq qardaş. Arvadımın əli mənə dəymsə və öyümsə 6 uşaq göydən mi düşüb hə? Aşıq qardaş, sanatoriyamızda belə qonaq otağı bircə dənədir. Qapısından bilinir. Müdürümüz də xahiş elədi ki, sizi bura köçürdək. Qalan günlərinizi burada yaxşı istirahət eləyəsiniz. Amma əvəzində axşam konsertdə 2 dənə mahnı oxuyarsınız. Biraz qaldım, dənə demədim müdürümüz baş qaldı. Bir çıxındır məkan düşün, baş qalağızı bağır oxuyacaq boy. Lütfen vermezdi. Yaxşı, mən gedirəm. Hələ bir qız var, gərək onu da razı salım. Ha gözəl. Ha bu otaq 2 nəfərlikdir öyle. 2 nəfərlikdir. Ha indi o qızı da habra gətirəsiz. Arası 2 adamlıq otaqda 3 adam yatan bilər. Acan o işi. 2 nəfərlik yerdə 3 nəfər yata bilməz. Amma 1 nəfərlik yerdə 2 nəfər yata bilər də. Dan görmə, baş mı deyirsən? Sən nə dərdən? Yatanlar özləri bilər. Ayaq baş yatanlar, ya yan yana yatanlar. Ay yaxşı da, dalaşmayın, konsert pozular. Hadi get, dana sağ demədim mi ki? İmkan verməz ya. Deməli, sən şəkilisən, hay? Ha. Şəkiyə gəlsə, adresim. Deməli, Ləzgi karvansarasından keçəndən sonra daş şörpü var. O daş şörpünün yanında da nişancaq qoşa qovaq ağaçları. Yetərliniz ki, tala, dom, nömrə 7'li. Paho, sən nə geç adresin var ha? Sən axşam 3-dən çıxanda gecə saat neçədə evə çatırsan? Mən də Dağlar oğlu Qələndaram. Adresimi də sonra sağ verəcəm. Şəkilsən bu otaqda çoxdan qalırsan. Mən? Yox, sən qabanca gəlmişəm. Deməli, sən də bilmirsən ha, padişah piyada gedən yer haradır? Ona deyil. Hələ, hay Zaxod da, ondan bilmirsən. Tualeti deyilsən? Harada olasın, bu ağzı onun içində. Ha bu məmləkətdə qoymazlar da istirahətimizi eləyək. Gəlin. Müdür tapşırdı ki, çox içməsinlər. İşləri korlayarlar. A gözəl. Bəs sən müdürün bilmir ki, mən tək içə bilmirəm. Tək içmə. O deyil, aşıqla iç. O hanı? Rahatxanada çəkisini azaldırılır. Başa düşmədim. Ay sən gözəyim. A gözəl gəl də. Gəl ay gözəl gəl. Bir dənə otur. Əllərlə vuraq. Bu dəqiqə mən səni başa salım da. İçən deyiləm. A gözəl abi, yaxşı araqdan bax. A gözəl. Heç şəkili tanışığınız oldu? Yox. Şəkili oğlanlar, əblə qaymaq kimi oğlanlar da. Olan da ən qaymağı mənəm. Gəl tanış olaq. Şakir şəkili. A gözəl, mən səndən ötəri özümü oda atarım. Yağış, boran, qar bilmərəm. Az üzməyi bacarsam özümü dənizə ataram, heç uf da demərəm. Yavaş hadi, yavaş. Niçin? Az görmürsən aşıqəm. Mən bilən aşıq axı sən deyilsən. O biri kişidir. Az sən gözəyim. Ha gözəl. Az mən aşıq deyiləm.
aşiqəm. Az sənətim də mənim saz çalmaq deyil, qızların qəlbini dıngıllatmaqdır. Qəribə şəkilsən. Sən canımı yiyim. Az qoy bir 50 də vurum. Sən niyə mənə belə qəribə olduğuma bu dəqiqə deyəcəm? Az tərpənmə. Az tərpənmə az. Az mən sənə birinci dəfə görsəmdə, elə bil 100-cü dəfədir görürəm. Bax, boyda qısafdan sonra mən sənə şəki yaparmasam, ciyim mənə öyə qoymaz. Az bir dəqiqə. Əzinəm göz oyim, aşiq olub həblə söz oyim. A gözəl, mənə balaca möhlət ver, razqom götür, həblə sənin öz oyun. Az nətərsən az? Az niyə sevinmirsən? Nəyə? Az istəsən, bu mənim kimi bir dənə sevgilin olar da. İndiyəcən 13 istəyənim olub. Amma heç biri məni almayıb. Az nəfsdən çıxmalısan ya yox? Ha gözəl. Ha qız, sən xəstəsən? Az mən bu dəqiqə kimi qucaqlamış olsaydım, ot tutub alışıb yanardı az. Az mən sənə qucaqlayıram deyəsən sən heç nə hiss eləmədin ha? Yox. Az onu da sən özünü bir doktora göstər az. Kim bura xəstə gəlir? 15 günə agurçik olub gedir. Amma 15 ildir burada işləyirəm. Mənim dərdimə bir çarə tapılmır ki, tapılmır. Sənin işin doktorluq deyil, mollalıqdır. Nədən bilirsən? Ha qız, az sən qıraqdan baxanda balta sancılmış ət kötüyünə oxşuyursan. Az elə bil qranat olmusan ha, bu saat partlayassan. Bana da elə baxırsan, elə bil dədəni öldürmüşəm. Az biraz gül da, az qəhqəhə çək da. Az sənin xəstəliyin fikirdir, malicən də gülüş. Az ha bölsün gülsən, sağalasın. Gülə bilmirəm axı. Az dəli zat deyilsən, göz başına gülürsən. Mən ha burada nəyəm? Güldürmək çətin deyil ki, adam öldürmək deyil ki. Güldürərək, gülərsən. Sana bir dənə şaş anekdotu danışım. Arvadı bir gün Hacı dayıdan soruşur ki, ay Hacı, ha bu yerin altında həyat var. Hacı nətə hisslənsə deyir, qız, əlbəttə var. Yerin altında həyat yoxdursa, bəs tupla yer kökünü kim kraskalayır? Qız, az qaldırıyan partlamışdı az gülməkdən. Sən niyə gülmürsən? Az mən şəkiliyim ha. Sən güldürənməsəm, adımı dəyişib Şakir yox, Vasilisa qoyaram. Ələ yuxarı! Sabra, nə oldu? Qız, az uzan yalaç. Qız. Öldü ki. Bunun rəyans tərəfdədir. Bunun rəyans tərəfdədir. Eyləmə şəkil, qardaşlık, nə gözəklər, gözümüz qışmış seylə. Bu nə də? Nə öpsən ha? Bu nə də? Mən bu el sənətkarın otağında. Nə də bu? Ağız dur, dur ağız. Şəkili bu saat polis çağıtdırıb səni dama bastırmasam, itin balasıyam. Lazım deyil. Nə lazımdır yaz? Özün mü razı olsan ağız? Nəyə ağız? Gülməyə. Sizdə buna gülmək mi deyirlər? Dağılar dünya, dağıl! Bu zəhrimar araqdım ha? Bu anadan olanda mənim dilimə dəyməmişdi. Dəydirdin giz! Görün çatlasın, ay dədə! Ay ciğer!
Sən düz deyirsənmiş. İndi nə abır qalıb, nə də həya. Bugün günahlar içindəyəm. Bir tərəfdən araq, bir tərəfdən bu qız. Qız demiş, mən bu haqda el sənətkarını utandı. Bu qız nə cəsur, hə? Canım, sən bu başqa yerə niyə yozursan? Ha bu qız bizim sanatoriyanın işçisidir, prostinlərimizi gətirmişdi, ha? Ha bu araqdan müdür göndərdi ki, ağzımızı yaxalayaq. Ha bunun yerdə uzanmağını deyirsənsə, ha bu özü uzandı. Mən ha bunu güldürmüşəm, o da gülməkdən o söz. Qandımsa itin balasıyam. Dədə, ha bu qız dərdlidir, amma elə bilir ki, xəstədir. Güldürsəm, dedim, sağalar da, mən də güldürdüm. Elə mi qanırsan, hə? Dərddə adam güləmi bilər? Güldü axı. Elə gülübdür ki, bu kökə düşüb, dana. Dərddə adam dura başı. Dərddə adam ağlamalıdır, hıçqırmalıdır, otura başı. Ürəyi boşalsın, beyni varsa yüngülləşsin, ki, rahatçılıq tapsın. Neyse çulasan abi, ön eşin var mı ağız? Var. Erdan uşaqdan nəyin var? Heç kimim yoxdur. Yetiməm. Ben niye ağız? Niye özün indiyə kimi bir ər tapıyırsan? Dədə, ha bu qızına tək gəlir suallar versən sən. Ha bu əri tapmalı yoxsa ər abınadır? Sən sus da bir imkan ver. Fərasət olsa özü ər tapar. Mən belə hesab elədim ki, yubiley qabağı, maşallah, işçilərin qayğısına qalmaq məhz bax bu deməkdir. Sizinlə açıq havada 5 dəqiqə söhbət eləmək heç də pis olmaz. Güman eləyirəm ki, axşam saqqal olmayacaq. Olmayacaq. Ola da bilməz. Cavanşir, neçə yerimiz var? Mehmet müəllim, 21 kotejimiz var. Hər kotejə 4-5 nəfər yerləşdirmək olur. Mən onu bilirəm. Boş yerimiz necə, varmı? Mehmet müəllim, demək olar ki, bizdə boş yer olmur. Nə yaxşı ki, olmur. Sənin bişirdiyin yeməklərin dadı qonaqların, dincələnlərin ağzından neynəməlidir? Neynəməlidir Məmməd Əli müəllim? Getməməlidir. Onda onlar neynəyəcəklər? Neynəyəcəklər Məmməd Əli müəllim? Onda onlar sənin bişirdiyin xörəklərin adına, dadına məcbur olub gələn ildə bizim istirahət mərkəzinə qayıtmaq məcburiyyətində olacaqlar. Sən istirahət mərkəzinin mühafizəsini elə qurmalısan ki, heç bir xarici quş istirahət mərkəzinin teritoriyasına müdaxilə eləyə bilməz. Məmməd Əli müəllim, siz demiş milliyyətindən, cinsiyyətinə asılı olmayaraq sanatoriyamıza xoş məramla gələn hər bir quş, hər bir kəs filtrizasiyadan keçirilib istirahətə hazırlanır. Əla, deməli belə, vaxtımız gedir, səfərbər olun, haydi iş başına. Sən mütləq ağlamalısan ki, ürəyin boşalsın, beynin varsa yüngülləşsin, dərdini unudub sakitləşəsən dana. Ha, sən deyə kimi ağlayırsanmı? Yox, ağlaya bilmirəm. Heç eybi yoxdur. Ağladarıq, ağlayarsan. Dəsmalın var mı ağız? Yox. Eybi yox. Bu da məndən sağ amanat. İndən sonra yaşsın həmişə üstündə yaylıq saxla. İndi sağ bir bayatı dəyişəm. Gözünün yaşı leysan kimi axacaq. Gözünü yum, qulağını aç. Dəsmala da gözünə yaxın tut ki, gözünün yaşı üstümüzü ıslatmasın, dana. Əzizim, qan damar. İlan çalar, qan damar. Dərdimi yadıma salma, ürəyimə qan damar. Yer beləziyəm gözədə, lələkəhli yotlar gözədə,
Sənə mən qurbanama qalını fələk, sənə baxan gözə də gedən ağır qallam harayaya. Ha başı, mal dəyənək kimi durub nə özümə baxırsan az? Niyə ağlamırsan? Nətər ağlayım? Az bu model bayatçısı sənin könlünə təsir eləmədi mi? Yox. Ay aşı, bu kızlar geç satır. Bəlkə sobağa ağladı da. Ay, sağ demədim mi kirmişdir? İtin balastı bir də səsin gəlsə, bu kərəmi ağladan sazım səni çıxırdacaq ha. Ha, sən ona qulaq asma. Bayatı təsir eləmirsə, ağı deyərəm. Mərsiyə deyə üzünü tırarım. Qorxma, ağladacam. Yaylığı çay yüzünə. Ey gecə gündüz pərimin adına yazmışam bir dəftər hekayətim var qarqamışa. Yol gedər ailələ qarqamışa. Az qohum qardaşın eyləsin. Sən tey Allah qarqamışa gedən ağır qallam, gedən ağır qallam. Ay şəkili, mən haftada bir dəfə ağlamasam ürəyim dağılar. Ha, bu dərdə ürək mi dözər? Havayda gözünü yaşı sildə, mən ağlama. Ağlamıyorsan mağız? Nəyə ağlayım? Ay şəkili, Allah hamd olsun. Mən bu ağrı kətdə deyəndə arvadlar sasını çəngə ilə olur. Ay, camaat bu tərəfə dursun. Ay, mənim səsim gələndə inək camış az qala tövləri dağıdı. Hasta sən niyə ağlamırsan? Nətər ağlayım? Canına dərd ağla, ürəyinə vərəm ağla. Köpəyin qızı, adam kimi ağlamazsan, heyvan kimi ağladaram. Ha, bu neydi ha başıma geldi ha? Şəkili sağ qurban olum ha? Bir bax gör buna ne oldu? Sudan satlar getir ha? Ara, xaxın qızını vurub öldürmüsən, indi deyirsən nə oldu? Nətər sənə indi gəlib polis çağırsam? Anamızı, bacımızı şam tiri kimi vurub uzatmısan ha? Ha, bay. Ha, Şəkil ha, biz qardaş deyilük be ha? Ha, bayaq sən bana öz adresini vermədin mi? Mən də öz adresimi sağ verəsiyəm. Ha, qadın alıb bax gör ha, bunun ürəyi vurur mu? Ha, bu gülməsə də, ağlamasa da, bunun nə üstü ürəyi var ha? Tıqqıllıyım. Yox, tıqqıllayan var ha. O bayaq sən vuran şillərin sadası olacaq. Yox, vurur. Vurmur. Vurur. Vurmur da. Ay haraş! Can ojiyim. Ha bu nə haray qışqırıqdır. Ha bu da bizim yaxşılığımız. Ha bu özünü pis hiss eləyirdi, yıxıldı, özündən getdi. Olan qalanı da itirdi. Əlbəttə, bu vəziyyətdə yadda nə saxlamaq olar? Bircə bugün ölməsin, yubileyimiz yasa dönər. Az, Emuçka, səni hara göndərmişdik? Emuçka kimdir? Qıza nə olub bilmirəm, amma toşnağını itirib. Az sənə demədim ağları ver, get şeirini öyrən. Yeri, yeri. Aşıq qardaş, siz də gəlin də, cəmaat sizi gözləyir. Yaxşı. Şəkili, Ay can. taleyimiz sizin əlinizdədir. Şəkili gəldi. Bəlkə siz göydən zatdan düşmüsünüz, xəbəriniz yoxdur. Шурик, дорогой, я так волновалась. Hardasınız? Niyə gecikirsiniz? Bu boyda millət niyə sizi gözləməlidir? Gözə, nə oldu? Can ojiyim. Öldürəsiniz məni. Bir daha bu könüllü işdir. Oyan-buyan eləyərsiniz deyərəm heç. Oxumuram. Nə arasınız? Ha bu mən bura oxumağa gəlmişəm, yoxsa dinc almağa?
Elə görəz, Anfisa. Я не Анфиса, я Василиса. Кстати, если на то пошло, то мой Шурик очень много за эти дни впел. Yaxşı, yaxşı. MDB-nin sabiti deyil. Keçin yerinizə başlayaq. Bu emma harda qaldı, gəlib çıxmadı. Axşamınız xeyir olsun. Uzaqdan, yaxından gələnlərimiz. Hələ Sovet dövründən qalan, yüksək xidmət mədəniyyətindən razı qalan fəxri qonaqlarımız. 30 ildən bəri sanatoriyamızın əvəz edilməz müdiri Məmməd Əli müəllim bu konsertin aparıcılığını mənə tapşıranda sevincimin həddi hüdudu olmadı. Elə indi də yoxdur. Sözsüz ki, ənənəvi olaraq biz bu konsertdə çoxlu ulduzlar yığa bilərdik. Amma Məmməd Əli müəllim həmişə cavad novator olduğundan bugün də bir yenilik edərək qonaqlarımız üçün sürpriz etdi. Bugün bu konsertdə məhz sanatoriyamızın əvəz edilməz kadrları və burada dincələn qonaqlar iştirak edəcəklər. Beləliklə, mən səhnəyə çox mahir ifaçı, həvəskar aşıq Qələndəri dəvət edirəm. Alqışlayaq. Nə deyirəm? Ağız, sən nə danışırsan? Ağız, biz ulu babam Qulaməlidən sakitcik babam Qafar Əliyə kimi aşıq musiqisi sədaları altında doğulmuşuq, yoğrulmuşuq. Sən nə danışırsan? Bizim canımızda, qanımızda, nəfəsimizdə, nəsimizdə, illərdən bəri gələn sevimizdə və nəhayət elimizdə. Ay, qardaş, bir nəfəs al. Axı, sən səhnəyə çıxacaqsan. Ağız, mən həvəskar aşıq mı oldum indi? Məsələ konsertin sürprizliyi ondadır da. Bugün burada həvəskar iştirakçılar iştirak edəcəklər. Buyur səhnəyə. Tüm balasıdır, bax. Hoş gördük, ay el, ay oba. Ay, bizim bir məclisimiz də aşıqsız keçməz. Bugün sizin qarşınızda çıxış eləməyi məndən xahiş edəndə şad oldum. Çünki bu boyda çok millətli, adı neydi? Yazmışdım. Auditoriya qarşısında çıxış eləmək özü də elə mi? Yaxşı. Bugün mən təkdə ilə bu elin obanın böyük balaban ustası, gözəl sənətkarımız Yasta Hüseyin də bizləndə mən müşahidə eləyəcək. Acaldı. Susturman öyrəymi, ay naşı cəllar. Susturun öyrəyimi qoyum, ay naşı cəllar. Amandır sazımın telinə dəyməm, telinə dəyməm. Balaya öləm qadağından alım. Дорогой, застегни, пожалуйста. Vallahi bu mənə yenə cinayətə çəkmək istəyir. Daha bu bilmir ki, mən şəkili şakirəm. Mənim öz siyasətim, öz planım var. Ha, zastuknut elədim və sonra... Терпеливый ты мой, ты мне напоминаешь хищника, который постепенно подбирается к своей жертве. Я готова стать жертвой. Vurguna bir nama yazarım nadan. Vurguna bir nama yazarım nadan. Vay figara bağdan oy.
Müdürünüz işarələr ki, çıxdım da, mənə qalsın sabaha kimi dastan, bayatı. Yaxşı, bəs. Əvvəldən qeyd etdiyim kimi, əziz qonaqlar, bugün siz Xalqlar Dostluğunun mücəssiməsi olan bir konsertdə iştirak edirsiniz. Beləliklə, Rus xalq rəqsi ifa edir Gözəl Vasilisa. Sən narahat olma. Bu nədir ki? 3 dənə həbləsi ola, içərəm uf da demərəm. İndi isə, əziz qonaqlar, sizin poeziya dəqiqələrinə dəvət edirik. Çıxış edir Tatar qardaşımız. Hürmetli dostlar, ben sizin için bir şiir edeyim. Çulpan Yıldız. Yıldızlar söndü, tam uzgan idi. Шурик, дорогой, расстегни, пожалуйста. Qız, mən ha bunun gündə 100 dəfə açıb bağlasam da, az sən məndən heç nə ala bilməyəsən. Az, mən krepkiyəm, az mən ha bu krepki fındıqam başa düşdü. Я не знаю, что такое фундук. Я знаю, что ты шибко любишь пить. Qız, vallah qanmıram sən nə deyirsən. Az bir dənə şey başa düş ki, az mən sənlik deyiləm. Непонятливый ты мой. Я так тебя хочу. Bir yıldız kaldı. Ul çulpan idi. Kemle kötesen. Tam sana yalqız. Şəkər, sən necə yoxsa doldun sən ki? Sən narahat olma gözəl. Mən şəkin ən qaymaq oğlanlarla deyirəm. Yaxşı. Bugün sürprizlərlə doludur. İndi isə əziz qonaqlar, sizin qarşınızda çox maraqlı və istedadlı bir insan bu 15 gün ərzində öz gözəl nəğmələri ilə hamımızı rövnəqləndirən, gözəl insanları, hazır cavab adamları, nəhayət ki, paxlavası və anekdotları ilə məşhur olan gözəl Şəkimizin qəhrəman oğlu Şakir Şəkiri çıxış edir. Alqışlayaq! Sizin hamınızın axşamınız xeyir olsun. Bu dəqiqə mən sizə Arzuları çiçək-çiçək dərmişəm, pullarımı gəzmək üçün sərmişəm. Ha bu cənnətə kef damağa gəlmişəm, gəlməyimə peşman deyiləm ha dostlar, gəlməyimə peşman deyiləm ha dostlar. Halı Emoçka, Emo hardadır? Oradadır, giyinir. Mən başa düşə bilmirəm, bu toya gedir səhərdən bəzənir. Ay qız! Bu nə ki?
şeiri belə deyəcəksən. Mən şeir deməyəcəyəm ki. Mən sürpriz hazırlamışam. Oriental rəqs. Hey, proqramda bu yoxdur. Məhməd Əli müəllim bunu təsdiq eləmir. Yoxdur da. Mən Məhməd Əli müəllim sürpriz hazırlamışam. Neynək? Qoy olsun. Beləliklə, çıxış edir istirahət mərkəzimizin meneceri Emma Əliş qızı, Oriental rəqs. Emoçka, deyəsən qəti qərara gəlirəm. Əsl kirayədə yaşadım. Köçürəm sizə. Aya bu nə gülə bilir, nə ağlaya bilir. Amma adamın görün çatlasın, ay dədə. İndi isə sizə daha bir sürprizimiz var. Klubumuzun müdürü Həsən ağa sizə fokus göstərəcək. Bu nömrədə mənə kömək üçün bir nəfər ürəkli şəxs lazım olacaq. Yox. Sizin icazənizlə mən səhnəyə bu yubiley konserti üçün böyük əziyyət çəkmiş, hörmətli, əvəz olunmaz Məhməd Əli müəllimi dəvət edirəm. Məmnuniyyətlə oğlum. Oğlum Həsən ağa, mən hazır. Lap yaxşı. Zəhmət olmasa bunu yandırarız. Yandırın baş üstə. İndi siz buyurun. Böyük məmnuniyyətlə. Buyurun. Bəlkə mən bəxtimi bir də sınayım. Buyurun. Bir yavçılıq. O boyda kuş qonmaz dağların qoynundan. O boyda yolu basa-basa gəl ki, Baxtafar ol, istirahət eləyəcəksən. Səni də gətirib bu dəladuz şəkli ilə bir otağa salsınlar ki, o da yediğini içtiğini burnundan töysün. Aya bu şamın ağzının heç qaytanı yox imiş. Bu da sənin yubiley qonaqlığı. Hələ yaxşı oldu. O boyda Koroğlu kimi kişinin adını bu restorana verəndə bilmirdilər mi aya? Bir gün biri içib ağzının açarını itirəcək. Haqq oldu. Belə haqq oldu. Getdi.
Getdi. Mənim vaxtım getdi. Məsmə xanım, səhərdən hardasan? getmişdin libasımı dəyişməyə. Sən onu bilirsənmi ki, bu basa-basta bizim vaxtımız getdi? Sakit olun Məmməd Əli müəllim, əsəbləşməyin. Sakit olun, siz hələ bizim xalqımıza çox lazım olun. Bunu gərək xalq özü başa düşsün. Məsmə xanım, sən onu bilirsənmi ki, mənə bir şey olsa sanatoriya batdı. Sanatoriya yox, istirahət mərkəzi. Sözümü kəsmə. 30 illik jubiley banketində bir tərəfdə nədir onun adı? Zeynal müəllim. Zeynal müəllim kimi krupni biznesmen otura. Digər tərəfdə MDB-dən çağırılmış qonaqlar əyləşə, nazirlikdən nümayəndə ola, ziyalılarımızın qaymağı iştirak edir. Şəkili də belə bir məclisin, elə bir şirin yerində, məclisin düz ortasına səhər açılana kimi onu qoduqluğa bastırmasam, abidə qədər mənim özümü onun yerinə basacaqlar. Məsmə xanım. Vaxtımız gedir. Bəs deyirdin yubiley tarixə düşəcək. Düşdü. Bu biabırçılıqdan sonra heç it dəftərinə də düşməz. Nazirlikdən gələn nümayəndə bizim haqqımızda necə gözəl sözlər danışdı. Hələ onda şəkili tost deməyə çıxmamışdı Məsmə xanım. MDB-dən gələn qonaqlar hər araqdan vurduqca bizim xalqın qonaqpərvərliyindən ağız dolusu danışırdılar. Hələ onda şəkili axırıncı anekdotunu danışmamışdı. Mehmet Ali müəllim, Koroğlu restoranın 4 tərəfini axtarmışam. Şəkili tapılmır. Tap, sənin uçaskandı. İşi, vremyaydı o. Harda? Bilmirəm, yeri, göyü axtardım. Yeri axtarmışam, yoxdur Mehmet Ali müəllim. Göyə necə çıxıyor? Adə, o piyan yerdə gəzə bilmir. Göydə onun nə işi var? Darıxmayın, tapılar. Bugün mütləq tapılmalıdır. Şahidlərin ifadəsi ilə akt bağlanmalıdır. Məsmə xanım, Cum sanatoriya ora gəlsə xəbər verin. Yaxşı. Sən də get, axtarmadığın yerləri yaxşı axtar. Hardasa yumbalanıb qalıb. Get də! Mənə deyən gərək, ay əbləh, ilin günün bu vaxtı nə yubiley bazlıqdır. Bu boyda xərcin, bu boyda zəhmətin ortasına... Habra nətər yerdə, habra nətər yerdə. İtlərin əlindən gəzmək olmur da. Sən səsi o yiyim. Can. Ətrafda da elə şeylər var ki, yaşamağa qalmırlar da. Mən biləydim, burada belə şeylər var, yenə gələrdi. Bu nətər, qoruluyla. Elə bir səsi çox keçmiş, matxobdan çıxır, yatmağa deyirəm, açın. Sən yerə sabah mütləq baseyndə çimizdirəm da. Orada təmiz yerəsən də. Mən sonra da kimsəm olar. Amma gərək gələn il mütləq üzümə öyrənəm. Laf elə quru çayda da olsa. Mən qapıdan deyəsən bir dəfə girmişəm axı. Yaxşı, giriş qapısı, bəs spalnin qapısı harada? Spalnin qapısı. Şakir, spalnin qapısı bu da öyle, ağzının içində spalnin qapısı. Yatmaq, yenə də yatmaq.
Görmüş abi. Yavaş ha. Dayanmış. Bu ne de? Sen yok yakında çıkardın da. Mən başa düşə bilmirəm. Spalnidən yataq otağına keçməyə görə gərək mən küçüyə çıxam. Bu nə tərpənəyək də. Amma bilmək olmaz ha. Bəlkə də bunun müalicəvi əhəmiyyəti var. Şakir, gedirsən yataq otağına. Gece vakti can vermezler bir hal yatar. Yine alem karıştıracağım. Dur bağırsam sakalına değişim. Bilekten değişim. Akıllas kapatır derim. Salam. Aleyküm salam. Deyirsən sizi yuxudan qaldırdım axı. Ha şimdi yatan mı vakti? Gazet okuyordum. Yorğanlıqda okuyordum da ne? İndi gef dəyişərəm. Lazım deyil. Zəhmət çəkməyin. Hə? Belə də qəbuldur mu? Onsuz da buralar istidir. İstid olsa da soylanmaram. Ev sənətkarı xalqın içində bir tuman köynəkdə gəzə bilməz. Qələndər qardaş. Bu gecə vaxtıma qardaş mı deməyə gəlirsən? Yavaş hadi, yavaş. Özün bugün mənə 10 dəfə bacı demisən. Demiş olarım. Bilirsən, mən bacıya tamarzıyam. Bacım olmuşdur. Bir də baxırsan, arvada da bacı deyirəm. Mənə Şakir şəkili lazımdır. Belə mənə da Şakir şəkil lazımdır. Görsən denən gəlib bu andırlarını yığışdırsın. İttin balasıyam. Gəlsə gecə durub ona qapaşmayacam. Evdə yoxdur. Öz, mən bu ötən sənətkarına inanmışam, az. Bu da onun mu beşlərdi? Yox öz şeylərimdir. Köçürəm. Haras köçsən, az? Bizim bu otağa mı? Yox Şəkiyə. Az gecən bu vaxtı bizim bu otaqdan Şəkiyə avtobus mu çıxır? Avtovağzaldır mı az? O özü istəyir də məni Şəkiyə aparsın. Dünən özü dedi ki, səni Şəkiyə aparmasa, ciyim məni evə buraxmaz. İndi mən də gəlmişəm. Az, sən beja banketdə olmadın mı? Görmədin mi az tək o özünü fırlaya bilmir. İndi sən hara aparacaq? Hara istəyir aparsın. Mən burada oturub onu gözləyəcəyəm. Siz gedin yatın. Ha başı, sən nə danışırsan az? Az mənim kimi bir el sənətkar sənlə bir yataqda, bir otaqda qalan bilər az. Az bəlkə şəkili 3 gündən sonra gələcək az. Dur az, dur. Dur. Dur az. Ne oldu? Dur. Kaç çaldı? Kapını aç. Kız gelsin. Öz nerçili gelir. Kavlasız yıkımı da dağıttı. Məsmə, vaxtımız gedir, necə gedir? Darıq Bey, Məmməd Əli müəllim, qaytararıq vaxtınızı geri. Şamınız xeyir. Gecədir. Onda gecəniz xeyir. Zemuçka, gecənin bu vaxtı nə gəzirsən burada? Gedib o xaraba postunda otura bilmirsən? Mən gündüzlər işləyirəm, gecələr yox. Bəs bu gecə vaxtı nə axtarırsan, əmmiçka? Yəqin yeməyi az olub. Qayıdır Koroğlu restoranına. Bax, bu dəfə girsən, öz hesabı olacaq. Nə istəyirsən, sifariş verə bilərsən. Şəklini görməmisiniz. Şəklinə sənin nə alverinaz? Özümüz bilərik. Qudurasan qurbağa. Məsmə xanım, bu şəklinin xalası qızıdır. Yox. Dayısı qızıdır. Yox, əşi. Yəqin heç əmsi qızı da deyil. Hardan əşi? Bəs onda niyə belə atlanıb düşür bu? У нас сейчас любовный треугольник. Я хочу Шурика, а Шурик хочет тебя. А я хочу своего жениха. Твой Шурик мне совсем не интересен. Я пошла. Куда? Туда, где можно найти своего Шурика. А может, ты его уже нашла? Может быть, вернусь поздно.
Ay. Ha bunlar proyekt. Böyle de proyekt olar ha. Sen proyektini... Ay, var. Malicavi ehemmiyeti var da. Şakir. Git. Yatak otağına. Kıymıştım ya. Şakir düzdür da, sen yatak otağına gitmezsen. Bu Stalov'dan yatak otağına yol ne kadar uzun oldu. Məhəmməd Əli müəllim, axşamınız xeyir. Həsən ağa, bugün konsertdə göstərdiyin Əndərəbadi Foxa görə mən sənin əmrini verib işdən çıxartmışam. Dayı, mən sənin müdürün deyirəm. Düzdür Məsmə xanım? Əmrini yazdırmışam, asmağı üsbət eləməmişəm. Qonaqlar başım qatmışdı. Vaxt tapan kimi astırarsan. Onda görərsən ki, konsertdə müdürü qonaqların qabağında Fox adı ilə ələ salmaq nə deməkdir? Ay müdür! Həsən ağa, mən sənin dayı müdürün deyirəm, gedə bilərsən. Gedəcəm. Ancaq tək yox. Nə üçün ki, özümlə bir nəfər də aparacağam. Məni? Yox. Məni? Yox. Bəs kimi? Özüm bilərəm. İmkan vermezler bana bir dəqiqə yatak. Allahsız şahı, Allahsız. Koymazlar, dağılmışlar. Ha, sen çal Müftana. Kalender qardaş, müdürlə Məsmə xanım həyətdə dayanırlar. Onlar getsinlər, sonra çıxıram. Bugün ay neçəsi dağız? Ayın tarixini neyinirsiniz ki? Deyirəm birdən nəs gün olar, dana. Ayama yəqin olardı. Ya, şəkil alacaq, dana buna. Birdən olmadı. Daz nə varsan, nə yapıyorsun? Gözəm bu vaxtı səni yataq otağına bıraxıb özüm maddə mi sorur? Gir divan dalına. Onu sığmaram axı. Sığar. Ya sonunda gir. Taksiyalar dükkanda gedən yerə. Geldim dana, kapı açıqdır. Kapı tutsana. Adım familiyadan tanladı. Kimsə qa? Qışqırma, kəfənə də girseydin tapacaqdım səni. Nə kəfənə? Libasını dəyişmirsən ki, iz azdırasan? Adamsan, adam balassan ha? Mənim burada ev sənətkarını dana boyun elifsən? Dədə, sən o dölsən. O dölsən ha. Evet. Görmüsən, mən qalandırım. Qışqırma, Şəkil hanı? İtin balası yapsam səni dama bastırmasam. Xoş gəlmə mənə, paltarı buradadır bə özü hanı? Ya bu mənim paltarımdır. İz azdırırsan, səndən soruşuram. Dinmirsən, üçəsən sayıram. Cavab verməsən, təpənə bir güllə çalacağım. 1, 2, 3! Ha? Məsmə xanımın səsi oxşadı. Deyəsən tapıblar. Странная эта штука жизнь. Ты хочешь одного, а этот один хочет другую. Все равно ты будешь мой, Шурик. Ну как можно не хотеть такую женщину? Ну чем я не Василиса Прекрасная? Шурик, дорогой, сам пришел. Я знала, что ты придешь. Нет, ты ползешь, долгожданный мой. Мне говорили, что азербайджанские мужчины очень неравнодушны к женщинам. А еще мне нравится твое терпение. Крепкий ты мой орешек. Kalender, sen de horuluysan, zaten bu kişiye yaraşmayan senden sesler çıkıyor. Прекрасный день. Прекрасный день. Анфиса придет утром. Милый ты мой шикинец.
Мы проведем с тобой прекрасную ночь, которую я тебе никогда не писала. Сопротивляешься, мне нравится. Это меня возбуждает. Красивый. Şakir! Ayıl! Vətən torbağı, müharibə şəraitində sən bir şəkili, bir vətəndaş olaraq öz ovya delili bir qadının təcavüzünə məruz qoymaq istəyirsən, Az uydu! Az! Dedim yox! Az deməli yox da yox! İttik balasıyam. Tapılırsın ama. Öyle şey mi bu çocuk olsun ha? Haradaydın ha? Bilmirəm. Spalnaya axtara-axtara bir də gördüm dost ölkədən gələn qadınların ayıft olmasın. Postelindi. Ha, bak bu ne sır sıfattı? Pastel su içinde mi olur ha? Bəs nətəri? Onlar istədilər məni saxlayarlar, amma mən qalmadım. Bir şəkili, bir vətəndaş olaraq siyasi sayıqlığımı itirə bilərəmmi? Onlar da atdılar mənə bayıra. Geyil. Yox. Mən yox, sən gedirsən. Santoria'da bütün millət səni axtarır. Bax, o dəqiqə deyəcəklər ki, mahnı oxu, nə bilim, anekdot danış, nə bilim, akordeon sal, mənim də yuxum tökülür. Tələsimə yatarsan. Aya, sən nə fason çırsan, aya? Qoymadın da nə banketdə zəhri marmuzu yeyək. Niyə ki? Yadına gəlmirmi? Ha, oturub yeyib içdiyimiz yerdə dəli camışlar kimi durdun ki, toz dəyəcəm, qoyam dağılasan. Mən? Ha, sən. Yerdən də kimsə dedi ki, şəki anekdotu danış. Danışmadım, ha? Hələ kaş danışmayaydın. Danışdın. Müdür də bir qız yolladı ki, sözlərini tərcümə eləsin ki, MTV-dən gələn qonaqlar qansınlar. O da tərcümə eləmədi, ha? Kaş eləməyəydi. Qız axırıncı cümləndə oy mama deyib götürüldü. Bax o, anekdotun ləzzəti elə axırıncı cümlədə olur da. Hayf, qonaqlar anekdotu qanmıydılar. Kaş elə qanmayaydılar. Sən o axırıncı cümlələri ana dilində deyəndən sonra dirəşib rus dilində qandırdın. Ha, laf yaxşı da, gülən olmadı ki. Hayat cəmaatın yarısı gülürdü, yarısı da ağlayırdı. Yarısı da sənin o axırıncı cümlələrinə görə cəzalandırılmağını tələb eləyirdi. Mən o axırıncı cümlədə nə demişəm axı? Sən nə danışsan, mən o söz deyərəmmi? Mən bu sənətkar o söz ağzıma alaram, nə danışım? Bax o, veş, qulağıma dinəm da. Bacarmaram, mən 6 uşaq tərbiyə eləyirəm. Onda çağıza yaz. Allahsız qoymazdan abi. Qoy dəftər, qələm məni bağışlasın. Allah! Sözdə mən demişəm, Yox, deməyibsən. Koroğlu restoranında, xalqın içində işlədirsən. Mən bu sözləri heç uşaqlıqda küçədə də işlətməmişəm. Sana da söymüşəm. Ha? Öyle, onun üçün çamadanla həblə yığıb hazır qoymuşsan. Geysən ki? O, yadımdan çıxıb. Mən getmirəm, sən gedirsən. Hara? Şəkiyə. Mənim pitovkamın vaxtında bax bitəcək, onu da geyəcəm ha. Həmən qorxub basan oğlanlardan da öləm ha. Ay, apararlar, gedərsən. Hanı o? Sən nə varsan ha, o elə də ölə bilədi. Aşıq? Ha, bu qıza nə var mı sana? İtin balasıyam əlimdə hepsə. Götür. Sus kız. Aşıq? Ha, bunu biz tərs qoymuşuq ha.
A gözəl, bayaq bizim hamamdaydın, indi də bizim divanın üstündəsən. Oy mama. Aşıq, amma dəqiq cavab ver, bu qıza nə qarmısan hə? Ağzımda tüm balasıyam deyirəm. Yəqin nə sənlikdən qorxub. Elədim ha bacı. Yadıma gelmir. Oy mama. Bu nədir? Bunların heç də yadıma gəlmir. Adam havalanar bu dadılmışda. Allah! Mən getdim yatmağa. Allah, sus uşaq olma. Yox, mən bu vaxta kimi lüt kişi görməmişəm. Bu nə danışır hə? Qız, mən lütəm ki. Ha, indi mən lütəm. Əynimdə əməlli başlı geyim var da. Lüt olsaydım, dost ölçən qadınları mən həblə bayra atardılar. Ay gözəl. Bu gecə bizə qonaq gəlmirsən? Lap yaxşı eləmişsən. Mənim də yuxum qaçıtdı. Oturaq biraz dərddaşaq. Banketdə də yediyimiz, içdiyimiz harama oldu deyə. O deyil, orada yemək götürmüşəm. Açsansa ye. Sənlə adam cəhənnəmə də gedər. Ay gözəl, sən həmişə belə yola hazırlıqlı çıxırsan. Hara geyirsən Allah qoysa? Şəkiyə. Az yaxşı. Kimdirə? Sizə. Bizə? Az birdən qolumuza çıxarı xəbərim olmasan. Yavaş hadi, yavaş. Dünən özün demədin, sənin kimi gözəli Şəkiyə aparmasam, ciyim məni evə buraxmaz. Yavaş hadi, yavaş. Şəkili. Az, həyasız. Sən burada neynirsən? Çəlpəyinin biri az idi, biri də sən törətmək istəyirsən? Dur, düz karabana. Getmirəm, gedəcəksən. Şəkil üzümüzü çox ağ eləyib, hələ bir ona qulluq da eləyirsən? Biabırçılıqdır. O Şəkiyə çatan gündən mənim ərimdir, ona kim qulluq eləyəcək? Azdan oydum, mən sana o birisini boşluğda yeməmişəm ha. Sənə nə var? Səni ki belə görürəm, teleqrafla alıb, teleqrafla da boşayarsan. Nə olar? Boşayır, boşasın. Haray qışqırıqda. Ha, Şəkili. Düz 4 saatdır sən axtarıram. Bu dəqiqə sən elə bir yer aparacağım ki, qonaqlara mən bir ayaqlara səni tapa bilməyəcək. Canım olayım. Ha, bu evimizə qonaq gəlib bizə evimizin səntini öyrətmək istəyirsiniz. Ha, bir nəfəsi qədər də. Düş qabağıma. Şəkiliyə toxunan olsa, özümü öldürərəm. Şəkili, denəm bıçaq atsın yerə. Sən olayım, onun ixtiyarı hələlik məndə deyil. Ha, bu mən sana deyə bilərəm, tapancağın yer at. Ha, deyə də bilməzsən. Ay sağ ol, həvəs alma, nə dərdiyin? Ay cemaat, vaxtımız gedir. Ses bizden bir insan yata bilmir. Axı bu korpusda 100'den çok hürmetli konak yuxlayır. Mehmet Ali müəllim. Kes! Hano? Kes! Kim idi? Kimdi qışqıran? Mən idim. Nədir? Bir dəfə saç çalıb indi başımızda qoz sındıracaqsan? Ha, niyə qoymursunuz yataq? Nə yığışıbsınız? Kalxaz idarəsidir. Ha, demişsiniz mən sənətkar istirahət eləyir. Deyən görümə kişi, bizim boğazımız kəndirdədir. Sənin otaq yoldaşın, nazirlikdən gələn nümayəndənin, MDB-dən çağırılmış qonaqların huzurunda... Ağar, vaya! Belə ankitot vasitəsilə deyib ki... Məsmə, xanım, kəs! Bu ankitot banket gecəsinə düşən bir bomba idi. Hələ xəcalətdən biz sağ qalmışıq, böyük işdir. Abay, sən bir dayan. Allah tam çok danışır. Aşaşlı o anekdotu özündən mi qoşursan? Ha, sən canı ujum, hardan? Ama da kimsə danışıbdı da. Ha, görürsünüz, ona da danışırdılar, da ne? Bir qəşəng anekdot yox idi. Bu Şəki anekdotları qurumuşdu. Biz də Şəkini gülüş şəhəri, Şəkililəri gülüş ustası kimi təqdim eləmişik qonaqlara. Onlar da deyir, oy, как интересно, первый раз слышим такой город. Bu biabırçılıqdan sonra qonaqları bircə xəbərlə sevindirmək olar. O da sizin həbs olunma xəbərinizlə. Ha müdür, narahat olma.
Onlar sabah bu xəbəri eşidəcəklər. Şəkili, düş qabağıma. Emıçqa, mənim bəxtimin yanan çırağı, ömür yolumun gələcək yol yoldaşı, Bəxtiqara Həsən ağa qarşında diz çökür. İstəyirsən öldür, istəyirsən qaldır, lap istəyirsən bircə dənə hədi məni xoşbaxt elə də. Həsən ağa. Can, Həsən ağa deyən dilinə qurban. Səsin nöş zəif çıxır. Neçə saatdır səni axtarıram. Qonşuların deyir, Şəkiyə girsən. Düzdür? Özüm getmirəm. Aparırlar. Bəs mən? Məni düşünmürsən? Dəlixanada onsuz da dəli əlindən tərpənməyə yer yoxdur. Məni də sən dəli eləyib, nə üçün o zavallıların yerini dar eləmək istəyirsən? Həsən ağa, səni sanatoriyaya kim bıraxır? Məhəmməd Əli müəllim istirahət mərkəzinə. Məsmə kəs, kəs! Sən artıq bizdə işləmirsən. At onu bayrağa. Gəl, qalx. Gəl, gör. Görmə, rəht ol, axmağım, bıraxmaq. Deyəsən, sənin boynun qoltuq görməyib. Açın qapını, açın. Açın! Camaat qarnına baxa bilmir, bu arvad axtarır baxmağa. Mən ömür boyu kürəyədə yaşaya bilmərəm. Açın! Ay, əsli ilə kələmin arasında biten qara tikan koluna oxşuyursun. Ha, niyə qoymuşsan bülbül öz gülü üçün fəğan eyləsin? Pərvanə olub özünü Şamın oduna tullasın, ha? Qoyam dağlasan. Hana mənim telli sazım? Acan o yiyim, qapını aç. O Foxnik adamdır. Bir də gördüm bizim hamımızı quşa döndərdi. Şəkili gedər kabinetimə, sənə sözüm var. Müdür, çox sağ ol, heç nə lazımdır öyle. Ha müdür, xoşla getməyəcək. Sonra deyim bıçaq atsın yerə, mən bu dəqiq onu qoltuğuma vurub aparacağım. Açın qapını! Açın! Qapıya ruçkasına lom keçirəm. Bu dəqiqə qapını açmasanız, sonra sizi bayra bıraxmayacağım. Bax deyirəm sizə, açın! Rədd ol oradan axmağın bıraxmaq. Üçəsən sayıram. Getməsən təpənə bir güllə çaxacağam. Canı o yiyim, bu küllə öz özümdə hara çaxırsa ol, çaxır. Bir. Bu gecə vaxtı mən hara gedim? İki. Qorxma, itin balası matsa dədəsini yandırarım. Üç. Məsmə xanım, bax gör o qıza nə oldu? Ölüb eləyər, işə düşərim. Məhəmməd Əli müəllim, bu qaranlıqda mən onu necə tapım? Nə yapanlar var? Allahsız! Ağza başdan qarsan, az. Az bu mənədir. Toxudan istifadə edibsə, bu dəqiqə tapacam. Tutmuşam. Gedirəm. Elimi çəkədə elə bir sandıq eşir. Məsməxəm, bağışlı iyiləri qarışdırmışam. Canı o yiyim, nə varsan başqa yerdən tutmuşsan. Kəs səsi, Qıza təmiz hava lazımdır. Havanı hardan alaq? Qapı bağlıdır. Həsən ağa, yandır ışığı, qapını da aç. Kişinin sözü bir olar. Ay Məhəmməd Əli müəllim. Nə deyirsən? Mən müdürəm. Həsən ağa kimdir ki, mən onun çaldığına oynayayım? Həsən ağa, sabah səni Zaxuluqanstva 15 tıqalığa salacam. Ağlın başa gələcək. Məcnun oğlu Məcnun. Mıçqa. Nə miçqa salmısan? Bax gör hələ o özünə gəlibmi? Qızı tapmışam. İlkin yardım göstərirəm. İşığı niyə söndürmüsüz? Az. 40 dəfədir sənə demirəm. Həsən ağaya denən işığı yandırsın. Həsən ağa kimdir? Səndən ötürü dəli olan. Məndən ötürü dəli niyə olub ki? Sana bir qappas sal, hər şey yadını salacaq. Az. Klub müdürü Həsən ağa da səndən ötürü işığı söndürüb. Yavaş hadi, yavaş. Ne için? Nə işə keçdik? Ağız. Sonra bilərsən də. Denən yandırsın. Həsən ağa, Emıçqa deyir ki, işığı yandırsın. Aya bu karanlık ne güzel şeymiş. Ne varsınız ha? Ay kere hiç yandırmayaydım bu şunu.
Her şey yadıma düştü. Az özel. Ne yaktılar düştü? Düşmese ne karardı o? Həsən ağa, aç qapını çıxaq. Əmidir, çıxmağa tələsməyin. Onsuz da keçmişimi itirmişəm. Gələcəyim heç olmasa bu gecə məlum olmalıdır. Yoxsa səhərə kimi bu sanatoriyanın həyətindəki əncil ağacından özümü asıb hamınızı zibilə salacağım. Hasan ağa, özün Hasan'dan sonra mənə xəbər eləyəsən, sonra mən özümə sonra. Sərsəlamayın. Həsən ağa, sən özünü asmamışdan da elə bizim işimiz xarabdır. Qoy gedib assın. Bir akt bağlayacağım ki, özü könüllü intihar eləyib. Kəs! Aktın birinə qol çəkdirə bilməmsən, ikincisini yazdırmaq istəyirsən. Həsən ağa, oğlum, nə istəyirsən? Sözümü de görək. Bu dəqiqə Emaya elçi düşürsüz. Onun mənə gəlməyin razılığını alırsınız. Hə desə, qapını açıram. Onu da götürüb çıxıb gedirəm. Həsən ağa, sən nə həyasızlaşmısan? Sənin atan-anan yoxdur. Elimizin adəti var, ənənəsi var. Heç kəsim yoxdur. Yetiməm. Məsmə xan, hesab elə sən mənim anam. Müdür də atamdır. Müdür, oğlumuz nədir? Atalıq eləyə bilərsən o qurumsağa? Mən atalıq eləyə bilərəm. Bəs sən mənə arvadlıq eləyə biləcəksənmi? Məsmə xanım, bu tərs oğlu tərsdir. Mən bunu yaxşı tanıyıram. Bu dediyini elətdirəcək. Vaxtımız gedir. Yaxşı, biz kimə elçilik eləyək? Qızın özünə? Ha, bunun bir böyüyü var ya yox? Albaşı, sənin qohumdan satdan nəyin var ha qız? Heç kimim yoxdur. Yetiməm. Ha? Bizim işimiz gətirmir dala bu gün. Bunlar ikisi də yetimdir ki. Nə qaraq? İndi biz də buna böhlük eləyək, ha? Nə deyirsən ha bacı? Mən olaram dayın, Şəkil də olar qardaşın. Ha Şəkili? Aya bir nə xas oldan öldün. Allah xoşbəxt eləsin də. Ay xotaya böhlük mü eləyirsən? Bir təmkinin olsun da nə? Verməyək deyirsən. Aya saxlayıb evdə qocaldasa da öləm. Bir görək oğlan nə yuvanın quşudur. Ha, onu da həblə elə də. Sən danış. Əgər razı olsan həblə bir yana göz başarsan, mən də o dəqiqə əlimi qaldıraram. Onda belli dana. Oğlan evə qalxsan yuxarı, biz bir məsləhət məşvərət eləyək, lazım olda çağırarıq. Yaxşı. Sən də olarsan söz aparıb gətirər. Yaxşı mı? Sən mən formama bax, sonra danış. Ay, razılaş. Gecə saat 3'dür. Vaxtımız gedir. Razılaş. Elçilik də bir yandan çıxdı. Nə Rəşotka dağında oturasıdır? Razı deyilsən, çıx get, xoş gəldin. Elə şey yox da, mən iş başındayam. Deyirlər yubatmaq niyə lazım, elə indi gəlsinlər. Qonaq qəbul edirsinizmi? Ağızlarını əd eləməsinlər. Bu sanatoriyan gəlsin bizik. Məsmə! Külək kimi əsmə! Vaxtımız gedir. Qonaq qəbul edirsinizmi? Qonaq Allah qonağıdır. Kesin oturun. İstədirsə soyuna bilərsiniz. Yox, soyuqdur. Çay çəkiz? Ha bacı. Çayımız hələ qaynamayıb da, bu dəqiq üstünə soğuk su almışam. Tələsirlərsə dinə sürsün, gətirsin də. Aya qaynanmamış çay qonaqlara verib qarın ağrısına salmaq mı olar? Çayı həridən sonra içirlər. Rəngli, özü də şirin çay. Elədi müdür? Versələr həri. Bugün gözəl hava var. Gecə saat 3'dür. Bu gecə gözəl hava var. Adam heç yatmaq istəmir. Həsən ağa ilə sən elə qəmiş olmusan ki, hara yatırıq? Qıvlasız. Bir imkan ver mətləbə gəlsinlər. Görək nə istəyirlər, nəyə gəlibdilər. Biz gəlmişik ki, Şəkilinin gecəki hərəkətlərini visnit eləyək. Allah, bunlardan elə çıxmaz.
Yola sal geçsinler. Hoş geldiniz. Məsmə xanım, keç o birisi mətləbə. Deyirəm ki, gül sizdə, Bülbül bizdə, ceyran sizdə, ovçu bizdə, Leyli sizdə, Məcnun bizdə, qız sizdə. Oğlan da bizdə. oğlan bizdə. Hərəsi bir evdə tək darıxırlar. Salaq bir otağa. Başları qarışsın da. Biz sizin oğlanı tanımırıq. Amma bizim qız oddur, alovdur. Qoçaqlıqda həcərə, təmizkarlıqda özünə oxşuyur. Müdür başın haqqı bizim qız döy, qırğıdır, qırğı. Bu müdürün başına niyə and içirsən hə? Yalandan öz başıma mand içim. Bir imkan verdi ana. Bir xörəklər pişirir ki. İnturistin şef poveri bunun yanında qələt eləyir. Bu yaşa çatıb, hələ bir dənə oğlan çönüb ona çiyin üstündən baxmayıb. Ona görə də həblə qarıyıb öydə qaldı. Amma yox, bir nəfər baxan oldu. Kimdə o? İtin balasını tikə-tikə doğruyar. Həsən ağa da qapının dalında gözləyir. Gözləyir, gözdəsin. 40 yerdən istəyən olub verməmişik. İndi gül kimi qızı yoldan ötənəm verir ya. Siz nə danışırsınız? Biz yoldan ötən deyirik. Mən bu boyda sanatoriyanın Məmməd Əli müəllim, istirahət mərkəzinin. istirahət mərkəzinin müdiriyəm. Mən də mavini. Oğlumuz da istirahət mərkəzinin klubunun direktorudur. Bu sanatoriya ailəliklə podrata götürmüsün. Vaxt gedir, səhər açılır. Nazirdən gələn nümayəndələrə məlumat hazırlamalıyam. Biz burada oynayırıq mı? İnsan taleyi həll eləyirik. Oğlunuzun ayrıca ev var mı? Məsmə xanım, oğlumuzun ayrıca evi var mı? Hardan? Yazıq kirayədə qalır. Yəqin ki, qızın cehizində ev olacaq. Son sözü qız deyəcək. Siz gedin bir qızın ağzını arıyaq görək. Qız deyəndən sonra biz kimik? Bir aydan sonra xəbər eləyərik, gələrsiniz. Siz nə danışsınız? Başınız xarab olub. Bizim heç bir saat da vaxtımız yoxdur. Ya hə, ya yox. Siz burada oturmusunuz, amma bizim vaxtımız gedir. Müdür, barla doza deyil ki, özgəyin önündə da. Məsmə, külək kimi əsmə. Ağız, bu Həsən ağa necə oğlandı? Şəkili ondan yaxşıdır. Abacı, o məndən də yaxşı oğlandı. Dünən Məsmə xanıma deyirdi ki, bu adamın üst paltarı əynində ola-ola, alt paltarı nə tər çıxardıramsa, adamın özünün xəbəri olmur. Vallahi, deməli, soyunmaqda probleminiz olmayacaq. Nətəri fokuslar bilir. Az boşqaf yiyir, stəkan yiyir, qab yiyir. Ağız, eşitirsən, tərciyənə kimi qab-qacaq aparmazsan. Nəyi tərgidənə kimi? Sən o boyda bahalı cehiz aparacaksın, servis aparacaksın, o da oturacaq, elə şey yoxdur. Deməli, oğlan evi yoxdur, evlənəndə olacaq. O səni sevir, sən də onu sev. Bəs məhəbbət? Kəs səsini, məhəbbət. Məhəbbət uşaq olandan sonra olacaq. Qız nədir, oğlan seçdi nədir? Bacı qızı mənimdir, kimə istəyirəm ona verirəm. Qardaşın nərəçiliği yoxdur ki. Böyüksənsən. Nə deyirsən, abaş? Qoyun bir iki ay fikirləşim. Nə bir iki ay az? Bir iki ay nədir? Nə bir iki ay, nə bir iki gün? Heç sənin bir iki saat da vaxtın yoxdur. 6 saniyə vaxt verirəm. Şəkil saata vaxt. 1, 6. 6 saniyə bitdi. Qardaşım, dayım razı olandan sonra mən nə karəyim ki, yox deyəm. Razılıq verdilər. Sizin hələ heç dədən xəbəriniz yoxdur. Sevməyiniz də tezdir. Şəkili. Çap oğlan oyuna xəbər ver ki, bir ay keçdi gəlsinlər. İcazə olar. Əyləşin. Otur. Bir aydır fikirləşirsiniz. Nə qərara gəlmisiniz? Vaxtımız gedir. Tez cavab verin. Ya hə, ya yox. Vaxtınız gedir belə cəhənnəmə getsin, bildiniz? Tez, xoş gəldiniz. Şəkil yolasan.
Mataq da bir oğlu olsa o yenə dərd yarıdır. Siz abla duz almağa gəlməmisiniz, qız almağa gəlmisiniz. İki eşeğin arpasını bölə bilmən oğul evləndirsiniz. Hələ bir vaxtınız da çatmır. Bəs məni iki eşeğin arpasını bölə bilməyən oğlana niyə ərə verirsiniz? Səs o kəs. Görmürsən malı baha satırıq da? Yaxşı, biz gəldik ki, qızın həsini alaq. Hərçənd ki bizim oğlumuz daha yaxşı yerdən qız ala bilərdi. Amma neyniyək? Bizim məsləhətimizə qulaq asmadı. Yuxarılardan biri öz qızını vermək istəyirdi. Onun cehizində ev, maşın, daçiyə qədər vardı. Bunun daha cehiz olsaydı özüm alardım da. Bizim qız da evdə qalmayıb. 40 yerdən istəyəni olub. Özü getmir. Elçilər də qapının cəftəsini çıxardıbdı. İnanmırsınız, baxa bilərsiniz. Bilirsiniz nə qədər istəyəni var. Hamısını bir yerə yığsan bir dənə batalyon düzəltmək olar. Üzükdən zaddan bir şey gətirmisinizmi? Nişan eləyək. İnşallah özləri sonra alar. Həsən ağa, üzük gətirmirsən qıza verməyə. Mən də pullardaydı. Neynəsin? Çətin zəmanədir. Hər şey baha. Düz deyirsiniz, çətin zamanadır. Amma bəlkə heç sonra da ala bilmədilər. Haqqı bilasınız. Qaç Həsən ağanı müştuluqla. Həsən ağa müştuluq, sən də gəl içəri. Emuçka, gəlim. Gəl. Həsən ağa, al buzuyu da tak qızın barmağına. Baş üstə. Buzu kəsər. Düz barmağım oldu. Neş olmasın. Bir fizikdir də. Maaşınızdan tutacağım. Qorka. Diha, kesin spalniyə. Tamam. Heç kəs heç yana gedə bilməz. Nəçənlik, onsuz da qız gecərə gedibdi. Bir açıdan biz. Mən qanunu poza bilmərəm. Hamı akta qol çəkməlidir. İndi bir aktdan ötürü şəklini tutacaqlar, mən getmirəm. Mən aktazada qol çəkməyəcəm. Çəkərsiz. Şəkili bu anekdotu meşədə danışmış olsaydı, hamımız gülüb dağışardıq. Bu neyniyib? 400 nəfər ictimaiyyətin arasında danışıb. İş qələm dəftərə köçürülsə, bu iş o qədər böyüyəcək ki, şəkili 5 illə də canını qurtara bilməyəcək. Bunları bilə-bilə qanundan qaçır. Qaçdıqca da cəza böyüyür. Mən belə özbaşlarlığa yol verə bilmərəm. Bildiniz? Məsmə xanım, zəhmət olmasa gedin MDB-dən gələn professoru bura çağırın. Mən qadın xeylağı. Deməzmi gecənin bu vaxtı burada neynirsən? Alo. Vasili Matveevich, zdrasti. Kakaya Maruç. Elə bilir ki, Ufada evlərindədir. Arvadına deyir ki, qalx işığı yandır. Direktor da. Нет, ваша жена у нас нет. Клянусь, нет. Ты не у себя дома. Hele kefli diye hiç ayılmayıp. Да. Это директор, да? Директор. Помните, мы этого парня поймали, Василий Матвеевич. Какой парень? Это у банкета, который анекдот рассказывал. Да. Мы... Не помните? Hiç yadında değil. Как? Который час? Сейчас около 4 часа ночи. Deyir ki, heç bunun üçün də adamı bu vaxtı narahat eləyərlər. Da, хорошо. Yaxşı, onda o bizdən zvant eləyin. Məsmə xanım, o Zeynal müəllimin nömrəsi neçə idi? Mən bu dəqiqə. Ver yığım. Alo. Salam əleykum. Xeyr Zeynal müəllim. Xeyr, Firuzə də deyil. Hə? Xeyr, mən heç xaricdə olmamışam. Hələ tapa bilmişəm. Yox, biz Yaltada da tanış olmamışıq. Sərdən 50-dən arvad sahib o siyahıda hələ ki mən yoxam. Arvadların siyasi qutaranda keç mətləbə.
Tapın görüm də. Məsmə xanımdır. Zeynal müəllim, yadınıza gəlir o anekdot məsələsi? O akordeon çalan oğlan da, şəkili. Necə? Xoşunuza gəlib? Hə. Yaxşı, yaxşı. Sabah danışarıq. Deyir ki, çox xoşuma gəlib. Deyir Məmməd Əli müəllimə deyinən ki, gələn il bu vaxt üçün mənim hesabımdan şəkili ilə aşığa putyovka versin. Öz hesabından? Əlbəttə öz hesabından. Hə, o yaxşıdır. Bir də dedi ki, Dubaydan gələndə şəkili üçün hədiyyə gətirəcək. Ha, gəlin görək abi, mən otaq yoldaşıma nə oldu? Qələndər qaqa, nə oldu? Ay kişi, sən niyə burada oturub uşaq kimi ağlayırsan? Ay kişi, toyu yasa döndərmə. Elə bil 15 il iş kəsiblər, çarəsiz qalıb ağlayır. Qələndər dayı. Adam qadvaldır, ölen ki yadıma düşüyor. Ağlayıb dirildəsən onu. Ay, diriltmək üçün ağlamıram. Ağlayıram ki, adam qadvalı yadıma düşüyor. Ay kişi, bilirsən ki belədir, niyə yadıma salırsan, ha? Ağlamaq üçün. Adam qadvalı ağlamağın bəhanətdən. Allah. Ürəyim dolanda ağlamaq istəyirəm, ürəyim boşalsın. Beynim təmizlərim, sakitdən yavdarım. Ağlamasam ölərəm. Şəkildin işi tərsinə dönəsiydi, tutub türməyə soğasıydılar. Hasan ağanın toyunu gör həyat nə zillətə salır. Məsmə xanım kimi bir gözəl gecəni yatmayıbdı ki, nazirlikdən gələn qonaqların yanında nə cavab verəcək? Aladan çandik. Şəkili tapılmasaydı, mən öldürəsiydim, mən qol çəkməliydim ki, şəkilini tutsunlar. Hələ bu müdür. Hamımız asmağa hazırdır. Aya niyə, nə üçün? Aya bir tikə çörəkdən ötəri insan cildindən çıxmalıyıq mı? Ayıbdır. Birbirinizi didməyə hazır idiniz. Aya bunu ağlamayasan, lağırasın, dəlil olasan. Qaqa, mən sana deməmişəm dərdə unutmaq istəyirsənsə gül. Bir də həblə gecəni biz nə vaxt yaşayasıyıq? Banki, elçilik, yiyib içmək, mahnı. Aya can qardaş, aya bunu niyə bəxtən yatırırsınız? Bu telli sazımı, bu dədəmi, bu anamı niyə bəxtən yatırırsan? Bu kərəm yağlayan sazımı. Almışam göz qara sazı, əlimə almışam göz qara sazı, qalarsın özündü məndən də razı. Gəlin bacına zetkinəm bu nazı, gəlin bacına zetkinəm bu nazı, görmədək toyun mübarək olsun, gözəl sevginizin canı sağ olsun, gözəl sevginizin canı sağ olsun. Səhərəcən qalaq, yeyib içib burada səhərəcən qalaq. Dayanmadan nə deyişsiz biz çalaq, dayanmadan nə deyişsiz biz çalaq. Məsmə xanım bugün olub döngələk, Məsmə xanım bugün olub
Lafıdır alan Müdür kimi senin vardı bir atan Müdür kimi senin vardı bir atan Naçalnik gəlib köməyinə çatan Naçalnik gəlib köməyinə çatan Görmə bəy toyun mübarək olsun Şəkil qardaşın dayım var olsun Şəkil qardaşın dayım var olsun Gəl